İsmail elə mənim durduğum yerdə gəlir İtburnu çayın buradan səhər tezdən, sübh tezdən, şehli dərəndə və həmən vaxtı dağ partladılır və İsmail buradan yıxılır. Çok etmə maşın vurdu. Xirin veriliş, qədəcə qızı bu. Abrızını Allah azı qısa ömrü gələ. Bura Ləzgilərin kəndidir. İsmailli rayonu Qalacıq kəndi. Əziz tamaşaçılar, indi öyrəndim. Deməli pif, fıstıq demə, pif, pip. Gəncçi saat 5-də durmalıdır. Ota getməlidir. Nə bilim, iş adamıysa 9-da işdə olmalıdır. Ona görə tənbəl adamın, nə demək, tənbəl adamın nə malı olmur, nə onun çörəyi olmur. Bəxtiyar müəllim, xoş gördük sizi. Hoş gördük sizdə. Biz bugün Qalacıq kəndindəyik. Çox gözəl. Qalacıq kəndinə səbəbsiz gəlməmişik. Bura, mən deyərdim ki, turizm baxımından çox önəmli bir kənddir. Həm də burada Öcəyana filmi çəkilib, səhv eləmirəmsə. Bəli. Bu kənd haqqında bizə məlumat verin, zəhmət olmasa, tarixindən. Əsasən burada Ləzgi millətinin nümayəndələri yaşayır. Qalacıq kəndi ümumiyyətlə qədim kəndlərdən biridir İsmailin. Bu kənd əvvəlləri 31-ci illərə qədər Qəbələ rayonuna bağlı bir kənd olub. Həm də bu körpüdən, belə deyək, Göyçay çayının sağ tərəfdə 4 dənə kənd Qəbələyə baxırdı. 31-ci ildə İsmail rayonu təşkil olunandan sonra bu 4 kəndi təzədən İsmail rayonuna təhvil veriblər. Ondan sonra da elə İsmail rayonuna baxırıq biz. Kəndin ümumiyyətlə özünün tarixi gələndə, tarixi mənbələrə görə Qalacıq kəndinin tarixi 2-ci, 3-cü əsrlərə, eramızdan əvvəl o əsrlərdən bağlıdır. Qalacıq kəndinin ərazisidir və bura Pirdavud deyilən ərazidir. Baxdı ki, ərəb xilaməti bura hücum edən zaman Hürrəmilərdən son qalan döyüşçülər burada gördüyünüz kimi o dağda müdafiə xarakterli qala tikib və ərəb xilafətinin döyüşçüləri ilə burada qızğın Qasım xan arasında qızğın döyüşlər gedir. Sonradan barışıq elan olunur və indi burada qədim bir qəbirstanlıq var və ərəb qoşunlarından vəfat edən, öldürülən əskərlərin orada qəbirləri var. Gördüyümüz bu ərazi qədim qəbirstanlıqdır. Burada dəfn edilənlərin 90% ərəblərdir. Xürrəmlərin son döyüşçüləri və ərəb xilafətinin ordusu arasında gedən döyüşlərdə vəfat edən ərəb ordusunun sərkərdəsinin qəbridir bu gördüyümüz və burada dəfn olunub və onun adı Pirdavud Baba kimi bugünkü gün formalaşır. Kənd cəmaatı bura nəzir gətirir və bir növ ziyarətgah kimi qəbul olunur və bugünkü günümüzə qədər gəlib çıxıb. Qalacıq kəndinin qədimliyi ilə yanaşı burada qədim ağaclar da var. Gördüyümüz bu ağacın 500 il yaşı var. 500 il. Həqiqətən də az bir müddət deyil. Və gördüyümüz bu qoruq, bu qəbirstanlıq dövlət tərəfindən qorunur və bugünkü günümüzə qədər gəlib çatır və mənə elə gəlir ki, bundan sonra da qorunacaq. Qalacıq kəndinin tarixi çox qədimlərə dayanır. Burada bunu sübut edən həqiqətən də ağaclar da var. Gördüyümüz bu ağac vələs ağacıdır və bunun da yaşı 500 ildən artıqdır və dövlət tərəfindən bir abidə kimi qorunur. Gördüyümüz bu ağac bir qız və bir oğlanı xarakterizə edir. Günlərin bir günü bir qız, bir oğlan bir-birlərini dəlicəsinə sevir və bunların evlənməyinə müxtəlif maneələr yaradılır. Və bunlar da evlənmədiyinə görə, bir-birinə qovuşmadığına görə günlərin bir gün gəlirlər, öz canlarına qıyırlar və gəlirlər bura, oğlanla qız özlərini buradan atmaq istəyirlər. Qız özünü atır, oğlan da son anda imtina edir özünü atmaqdan. Amma qız özünü atır buradan və vəfat edir və oğlan sonradan gəlir onun cənazəsini götürür və aparır, dəfn edir və sonradan peşmançılıq da yaşayır. Bu ağac kəndə gələn turistlərin əsasən gəldiyi yerlərdən biridir. Mən deyərdim ən çox
ziyarət olunan bir yerdir. İndi nə dərəcədə düzgündür, düzgün deyil bilmirəm, amma kənd cəmaatı deyir ki, həqiqətən də bu danışılan bu hadisə reallığı əks etdirir. Hər kənd bir hekayənin başlanğıcıdır. Həqiqətən də kəndlərimizi gəzdikcə, bölgə TV olaraq kəndlərimizi gəzdikcə yeni bir hekayələrlə rastlaşırıq biz. Kəndlərimiz çox zəngindir hekayələrlə. Və gəzirik, davam edirik, araşdırmağa davam edirik və maraqlı hadisələri, nüansları sizin də diqqətinizə çatdırmağa çalışırıq. Və mən deyərdim ki, bu bizdə bir növ alınır. Çünki bunu biz hiss edirik ki, siz bizim verişlərimizi sevirsiniz və bizim verişlərimizi izləyirsiniz. Və biz çalışacağıq ki, belə davam eləyək və ən yaxşı kontentləri, ən yaxşı layihələri sizin diqqətinizə çatdıraq. Belə davam edirik, həqiqətən də Qalacıq kəndi çox maraqlı kənddir. Bəxtiyar müəllim, bilirik ki, hər kənddə məhəllələr olub. Bəli, Yəqin ki, sizin kənddə də məhəllələrin adı var. bəli. Hə, hansı məhəllələri var, nə adlı ilə Bax, məşhurdur? elə hal-hazırda bizim dayandığımız yer. Bəli. Bax, bunlar təzə o müharibədə dünyasını dəyişmiş şəhidlərimizin. Allah rəhmət eləsin. Bütün Allah şəhidlərimizə. öllərə rəhmət eləsin. Bu kəndin düzdür. Bizim qabağımızda bu dünyasını dəyişmiş 5 nəfər şəhidin qəbri bu görünür burada. Bəli. Ancaq bu kəndin özünün Qıraqda olandı. Buradan köçüb Qıraqda yaşayan şəhidləri ilə birlikdə götürəndə 10 dənə şəhidi var. Hə, bu Allah kəndin. rəhmət eləsin. Deməli, sizin Bəli, kənd bəli, vətənpərvər kənddir. Əlbəttə ki, vətənpərvərdir, vətənini sevəndir. Respublikanın azadlığı uğrunda dünyasını, canını qurban verən adamlardır bunlar. Həmişə də vətənimizin uğrunda mübarizə aparmış adamlardır. Bir onu deyim ki, 2-ci Dünya müharibəsində bu kənddən 163 nəfər müharibəyə gedib. Bəli. O 163 nəfərdən 45 nəfəri invalid şəklində, veteran şəklində bu formada Qayıdıb. bəli, salamat qalıb. Bu məhəllə təzə salınma məhəllədir. Bu bizim durduğumuz yerdən sol tərəf elə bil ki 82-ci, 80-cı illərdə əmələ gələn məhəllədir. Yuxarıki məhəllə bayaq ki biz sizinlə yuxarıda Bəli. görüşdük ha. Bax orada ora bəylər məhəlləsidir. Bəy, orada bəy yaşayıb. Bəli. O olub 1901-ci ildə dünyasını dəyişib. Qəbri də bu qəbristanlıqda uyur. Polkovnikdir o. Bəli. Çarni Nikolayın polkovnik 1901-də dünyasını dəyişib. O kişi orada yaşayırdı. Hə, adı da ondan qalıb. Bəli, Rəhim bəy əfəndiyə. Ondan sonra yuxarıda var İğirlər məhəlləsi. İğir, yəni tayfa İğirlərdir. Bəli. Ha. Ondan yuxarı var Mahmud kişinin məhəlləsi, ondan yuxarı var Samalçılar məhəlləsi var. Ondan yuxarı var Kızınlar məhəlləsi var. Sonra ondan yuxarı Cibirlər məhəlləsi var. Ondan sonra da artıq onlar qarışıqdır. Çünki keçmişdə hər tayfa özü üçün ən yaxın adamlarını öz ətrafında toplayıb evlərini orada quraşdırırlar. İndi isə o mehribançılıq o qədər artıb ki, qız verib, qız alıb, qonşuluq Daha da doğmalaşıblar. dəyişib, daha da doğmalaşırlar. İndi də mehriban şəkildə yaşayırlar. Düzdür, Qalacıq kəndinin rəhmətlik, Qaniqani rəhmət eləsin, bizim Azərbaycanın məşhur alimiz, akademikimiz Valdir Tutayıq, Bəli. 1968-ci ildə onun bir kitabı var. Deməli, Azərbaycanın yaşıllaşdırılması adlı bir kitabdır. Orada deyir ki, mən dünyanın çox yerini gəzmişəm. Ancaq, görəsən dəniz səviyyəsindən 1200-1300 metr hündürlükdə yerləşən Qalacıq kəndinin dünyada tayı bərabəri vardı mı? Var. Yoxdur. Oradan da yoxdur. Bası, Bəli. insanların təmizliyi, qəlb təmizliyi deyirəm. İnsanlara olan münasibətdə tanıdın, tanımadın, bu adam burada kiminsə qapısına geçsən, səni birinci qonaq çağıracaqlar. Sonra yemək ilə verəcəklər. Sonra deyəcək ki, qonaqda qala bilərsən. Ancaq başqa yerlərdə görün, bu hadisələrdə biraz fərqlər var. Bəxtiyar müəllim, Bəli. dediniz ki, əsasən ləzgilər qalır bu kənddə. Bəli, bura təmiz ləzik kəndi idi. Ləzgilər qonaqpərvərdir. Əlbəttə ki, qonaqpərvərdir. Qəlb təmiz olanda qonaqpərvərlik Bəli. üstünlük təşkil edir, düzdürmü? Bəli. Hər bir insan görürsən ki, biri dünyaya gələndən sonra o özünün qəlbində olan şeyləri bir də gələcək üçün qəlbindən
istediği şeyleri bu interval arasında yaşıyor. Biz bunu əkirik, tərtəmiz, gübrəsizdir, öz əlimizin zəhmətimizlə. Qışda evladlarımıza tərtəmiz yemək hazırlayırıq bundan. Tutmasını da tuturuq. Burada xiyar əkmişik, inşallah birazdan yetişəcək. Hər şey təbii, öz bağımızdandır. Sonra biz boranı da özümüz əkirik. Burada da çiçəklər var. Bu da birazdan yetişəcək. Bundan da boranı aşı dəmləyirik. Elə bu lobiyadan da istifadə edirik boran aşından. Salam xanım, xoş gördük sizi. Salam, xoş gəlmisiniz. Biz bugün Qalacıq kəndindəyik. Xoş gəlmisiniz. Gəlmişik sizin kəndin adət-ənənələrin, kulinariyasının. Çox gözəl. Biz izləyən tamaşaçının diqqətinə çatdıraq. Ləzgi mətbəxi zəngin mətbəxdir. Bəli, Kulinariyası necədir? Ağız Bəli. dadını bilir bu millət. Bəli, bəli, zəngin mətbəxdir, qonaqpərvər kənddir. Əsasən gələn qonaqlara ən çox nə bişirilirsin? Ən çox bu dolmadır. Bəli. Pip yarpağından bükülür. Pip yarpağını siz nəyə deyirsiniz? Pip yarpağı bax budur. Bizdə dolma bundan hazırlanır. Hansı ağacın yarpağıdır yoxsa? Bəli, bu meşədə olur bu yarpaqlar. Üzüm yarpağı deyil də bu. Yox, yox, üzüm yarpağı deyil. Bunu biz meşədən yığırıq. Bunun özəlliyi nədir xanım? Bunun özəlliyi çox incə və zərif olur. Bəli, nazik olur. Bəli, dolmaya da ayrı bir dad qatır. Bəli. Bunun da içdiyinə gedir ət, soğan, düyü. Ondan sonra kişniş, şüd, zövqə görə naynə, duz, istiot belə. Klassik dolma kimi də bir Bəli, növ. amma yarpaq özü Yarpaq tam ayrı dad fərqlidir. verir. Adətən də bu yarpaq nazik olduğu üçün Bəli. dolma daha Bəli, bəli, dadlı olur. Bəli. Bu da bizim bayaqlarım yığdığımız həyətdən Bəli, lobiyalarımızdır. lobiyalardır. Bəli, bunu da özünüz əkirsiniz, Bunu da özünüz becərirsiniz. əkirik, bəli, qışa da tutmasını da bağlayırıq və qışda bundan döşəməli aşda hazırlayırıq. Ən çox ləzgi mətbəxində aşdır, pip dolmasıdır. Ondan sonra əsid-əsidir, yəni əsidə halva, düyü halvasıdır. Ondan sonra bir çox qutabıdır, tərə qutabları olur, pəl qutabı. Kətdə necədir yaşamaq? Məsələn, siz səhər-səhər yuxudan durursunuz. Bir gününüz necə keçir kətdə? Bir günümüz səhər dururuq, evdə uşaqlara çay çörək hazırlayandan sonra həyətdə bağ işləri ilə məşğul oluruq. Çünki qış çox sərt keçdiyinə görə hər şeyi özümüz təbii əldə eləməyə Həm də qışlıq ruzi yığırsınız da, belə deyirlər. Bəli, qışımıza ruzi yığırıq. Bu pip dolması da beləncə bükülür. Əziz tamaşaçılar, diqqətlə fikir versəniz, İlkin bəy götürün. Elə bir şey, içindəki ət görünür, düzdür? Bəli, bəli. Bu da onun zərif olmağına irəli gəlir. Çox zərif olduğundandır. Bəli, həm də dolmalara ayrı bir ləzzət qatır. Bəli, deməli, uşaqların yeməyini verdiniz və məktəbə gedən getdiniz. Bəli. Sonra, məsələn, həyatda işiniz necədir? Baxır sezona görə kartof əkini olursa, mövsümə görə bəli, kartof əkirik. Ondan sonra lobiya əkini olur. Ağaclara qulluq eləyirik. Ondan sonra lobiya əkirik, toyuq cücə yetişdiririk. Belə payızda da yenə qoz, fındıq, şabalıd, mer meyvələrimiz olur. Onları yığıb qışa saxlamağa çalışırıq. O meyvələrə yaxşı toxundunuz. O meyvələrdən bazarlarda satıb pul əldə edə bilirsiniz, gəlir əldə edə bilirsiniz. Bəli, satırıq. Məsəl üçün qoz, fındıq, şabalıd bizim Qalacıqda yaxşı yetişdiyinə görə, bəli, onun üçün də elə çox insanlar satıb günlərin. Bəli, çörək pulu eləyirlər. Bəli. Deməli, bu da təndir çörəyidir, düzdür? Bəli. Əziz tamaşaçılar, adətən biz kətləri gəzdikcə demək olar ki, təndir mədəniyyəti də yaddan çıxır. Sizin kətdə var hələ də təndir? Bəli, bizim xanımlar hələ də təndir çörəyin özləri öz zəhmətləri ilə kütləvidir, yoxsa azalmalar var burada da? Azalmalar olsa da hələ də adətən qoruyub saxlayırlar, bəli. Deməli, bu da pendirdir, bu da öz istehsalımızda pendir. Bəli. Qatıq da özümüzündür, lobiya da özümüzündür. Əziz tamaşaçılar, deməli, təndir çörəyi, pendir. Bunlar ən yaxşı qardaşlar, ən yaxşı yoldaşlar, düzdür? Bəli. Yay mövsümündə. Bu çörəyi də özünüz hazırlayırsınız. Sizin çörəyi, ümumiyyətlə, bu ləzgilərin öz çörəyi olur, mən biləm. Bəli, olur, ləzgi çörəyi olur. Ləzgilər onu da eləyirlər, o ləzgi çörəyindən də istifadə eləyirlər. Siz də pişirə bilirsiniz o çörəyi?
Mən yox, mən qaynanam, nə bilim, bizdən böyüklər bişirə bilib, hazırlaya bilirlər. Deməli, qaynana dediniz. Bir ləzgi qaynana gəlinə nələrə öyrədirəm birinci? Ən çox gələn qonaqlarla necə rəftar eləməyi, ondan sonra böyük kiçiyə hörmət qoymağı, adət-ənənələri qorumağı, belə. Ləzgilərin qədim yeməklərin, məsəl üçün mən bunu elə öz qaynanamdan öyrənmişəm, pip yarpağı bükməyi, yəni pip necə yığılır, necə saxlanır, hamısını ondan öyrənmişəm. Üzüm yarpağından da pişirirsiniz da dolma? Bəli, üzüm yarpağından da O pişirik. dadlı olur yoxsa bu? Ən çox elə bil ki, burada ləzgilər ən çox bundan istifadə eləyirlər. Çünki bunun dadı indi inşallah özünüz də yeyib görəcəksiniz, çox dadlı və fərqli Fərqlidir. olur. Bəli, fərqli olur. Bu da o deməkdir ki, həqiqətən də ləzgilər Bəli. öz ağız dadını bilirlər. Bəli, bəli, bəli. Çıkan olur, bunların ən məşhur yeməklərindən biri çıkan. O nədir? O da elə bil ki, lavaş yayılır, ət, kartof, soğan istifadə olunur, aralarına yağ çəkilir, sobada bişirilir. Dadlı olur, ha? Çox dadlı olur, xırçıltılı olur. Onlar belə çıxır ki, xəmir yeməklərinə daha üstünlük verirlər ləzgilər. Bəli, ləzgilərin ləzgi xəncəli də var. Ləzgi xəncəllər də var onların. İndi prosta çatdırıb eləyə Əsasən qış bilmədik. vaxtları bişirdi o Qış vaxtda bişir, indi də hazırlanır. Fəsəlləri var, fəsəli də var ləzgilərdə. Yəni mətbəxləri çox zəngin və qonaqpərvər insandılar. Həqiqətən də adətən deyirlər kənddə yaşamaq asandır. Kənddə yaşamaq asandır. Yaşaya bilən üçün bəli. Yaşamaq istəyən üçün bəli. Niyə də çətin olsun ki? Hava təmiz, hər şey təbii. Xoşunuza gəlir kənddə yaşamaq? Bəli, bəli. İndi adətən bilirik ki, kəndlər boşalmağa doğru gedir. Bəzi insanlar, kənddə yaşayan insanlar böyük şəhərlərə üst tuturlar artıq. Düzdür? Bəli. Sizin kənddə necədir? Məsələn, qonşularınızdan böyük şəhərlərə köçənlər var, gedənlər var. Yox. Əksinə şəhərdən bura gələnlərin sayı çoxalıb ki, kənddən gedənlərin sayı. O da yəqin ki, təbiətlə Təbiət əlaqədardır. çox gözəldir. O məhsuldarlıq, torpaq məhsuldarlıdır. Yəni havası təmizdir, yaşayışı normaldır. Belə. Hə, bir sözlə xoşunuza gəlir Bəli, buralar. bəli, çox xoşuma Heç gəlir. həqiqətən siz kimi insanlar görəndə də adam ürəyi açılır ki, sağ zəhmətlə olun. çalışırsınız. Gəlişinizə şad olmuşuq. Bəli, zəhmətlə çalışırsınız. Həqiqətən də bu paxla lobya deyirlər buna. Olabilir, Hə. bəli. Bunu əkmək, becərmək də özü zəhmət tələb Bəli. eləyir və siz bunu əkirsiniz və becərirsiniz. Bunun necə deyirlər, zəhmətlə əkilən məsəl üçün məhsul da bişəndə dadlı Bəli, olur, bəli. ləzzətli olur. Çünki hər şey təbiidir, Bəli, çünki orada zəhmətləndir. alın təri var, Bəli. zəhmət var. Həqiqətən də tamaşaçılar kəndləri gəzdikcə xanım kimi insanları görəndə adam ürəyi açılır ki, həqiqətən də bizim kəndlərimizdə zəhmətkeş insanlarla doludur və həmçində bir söz necədir? Kənd cəmaatı həmişə saf olur. Bəli. Evinə qonaq gələndə ən yaxşı süfrələrini həmişə onlar üçün açırlar. Düzdür. Ən yaxşı yeməklərini bişirirlər. Bu da görün ki, həqiqətən də bizim kəndlərimiz nə qədər zəngindir, qonaqlı, Bəli. qaralı olur kəndlərimiz. Əvvəllər necədir? Hamı bir-birinə qonaq gedib gələrdi. Bəli, bəli. İndi var o, gedib gələn var əvvəlki kimi. Ləzgilərdə hələ də qalıb. Bəli. Ləzgilər hələ də adət-ənənələrini qoruyub saxlamağa çalışırlar. Bəli, hələ də var. Sizin evlatlarınız da artıq ləzgi dilini öyrənir. Hə, öyrənir ki, ləzgi dilində danışırlar. Ləzgi dilini O dili qoruyub saxlayıb və növbəti nəsillərə Bəli, çatdırılmalıdır. saxlayamalıdırlar. Tamaşaçılar heç indi yeməklərin dadına baxacağıq. Bəli. Görək nə oldu bunun bir dadı? Bu pip yarpağıdır. Pip yarpağı. Bizdə üzüm yarpağı olur əsasən. Ləzgilərdə də pip yarpağı. Bu da onun bir nə verə bilər? Bunun biraz vaxtı keçəndən sonra bunu yığmaq olmur. Hə, Bunu artıq yığmaq olmur, Yox, bunu düzdür? tam vaxtında yığılmalıdır. Deməli, əziz tamaşaçılar, bu pip yarpağıdır. Əsasən ləzgilər dolma bişirəndə bu yarpaqdan istifadə edirlər. Bəzi yerlərdə üzüm yarpağı, heyva yarpağından da Düzdür, istifadə düzdür. edirlər. Amma xanım deyir ki, bunun dolması daha dadlı olur. İnşallah indi dadına baxacağıq. İnşallah. Əziz tamaşaçılar, indi öyrəndim. Deməli, pif, fıstıq demə, pif, pif, Pip. 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 Fıstıq ağacının yarpağıdır bu. İndi öyrəndim adını. Da Qalacıq kəndi, qonaqlı, qaralı, həm də ki ağzının dadını bilən kənddir. Buranın kulinariyası və mətbəxi də çox zəngindir. Bunu biz gəzdikcə şahid oluruq.
Hal-hazırda Qalacıq kəndini gəzirik. Həqiqətən də çox maraqlı kənddir. Çox gözəl gördüyünüz kimi təbiəti var buranın. Həm də turizm baxımından çox zəngindir. Burada da gördüyünüz kimi göllər var. Burada bu göllərdə farel təsərrüfatı var. Farellər saxlanılır. Həm bu kəndin suyu var, həm dağı var, meşəsi var. Həqiqətən də Allah bu yerlərə hər bir gözəlliyi bəxş eləyib. Bildiyimiz kimi Ügey Ana filmi bu kənddə çəkilib, əsas hissələri bu kənddə çəkilib. İndi də gedirik o dağı sizə göstərməyə, İsmailin dağdan itburnu yığmağını sizə göstərməyə. Bu işdə bizə də Bəxtiyar müəllim kömək eləyəcək. İnşallah hərəkət eləyirik, üzü dağlara sarı. İzləmədə qalın. Həqiqətən də Qalacıq kəndi çox maraqlı kənddir. Yurdum yuvam, ayasız kendimiz, azat abad, akışın kendimiz. Güzel olur sende yay kış bahar, güzel olur sende yay kış bahar. Yaşlı meşeli, ömrü neşeli, sevirem seni güzel kendimi. Yaşlı meşeli, ömrü neşeli, sevirem seni güzel kendimi. Bizim geldiğimiz bu Ögey Ana kinosu balaca vaxtı İsmail'in itburnu çiçeklerini yığıp bacısına derman kimi aparmak için bak burada o taraftan nakışlarını göstereceğim onu o üst tarafta bir ağaç var, azad kaya var. Bəli. O ağaç hemin o kayada bitmişti. Bu maşınlar gelen yol 3 dəfə mənim yadımdadır ki 3 dəfə partladılıb bura. Çəkiş üçün? Xeyr, çəkiliş üçün yox. Ümumiyyətlə yol çəkilirmiş həqiqətən. Bura çox dar idi. Bəli. Araba yolu vardı, bir dənə araba güclə gəlirdi. Ondan sonra yolu biraz genişləndirmək üçün bu dağı 3-4 dəfə aşağı salıblar. Elə bir təsəvvür elə ki, bu görünən, bu partladılmış yerdir de, bu görünən qayalar. Bura partladılır. Bəli, bunlar dərinə salınıb ki, texnika rahat gəlsin gələcəkdə. Ona görə də bu yer özü çökəyə düşüb. Bəli. Rahat gediş gəlir üçün. İsmail da o tərəfdən daha yaxşı görünür. Bu qayalıqlardan minib, bax oradan, İsmail'də o yol oradan idi, de oradan. Bəli. O yolla gəlib oradan deyib, belə çıxıb gedib orada. Bayaq göstərdiyim o qayanın üstündə də O qaya odur da orada. Bəli, yuxarıda. qaya. İndi biz ora çıxa bilərik. Valla çıxa bilirsiniz, mən çıxa bilməyəcəm Biz ora. çıxardıq, hardan çıxmaq olar ora? Valla oradan da qayadan getmək olar. Çıxa bilərik, ilkin bəl çıxıb o... Əvvəl göstərim sizə bu Bir tərəfdən. dənə göstərin, biz o Ha. izləyicilərimizə də göstərək. Sağ olsun o görək inşaat da yoxsa İncə Sənət İnstitutunun uşaqları da gətirib burada. Mən o çəkilişdə olmuşam. O uşaqlar burada bir emblem məhkəməsini yapışdırıblar bura. Deyə bu da. Özləri tərəfindən bəli. Onu da göstərək o baxanlar bilsin ki onun tarixçəsi nə tarixçə. Bir neçə il bundan əvvəl uşaqlar gəlib burada bunu quraşdırıblar bax. 60 illiyi ilə əlaqədar olaraq o kinonun çəkilişi ilə gəlib götürüb. İndi bəzən mən yol gələndə uşaqlardan soruşuram ki siz mənə deyin görün bax orada 2 dənə əl var orada. Biz Ögey Ana filmin çəkildiyi kənddəyik. Burada gördüyümüz kimi həmən o yolun partladıldığı, dağın partladıldığı yerdir və burada İsmailin itburnu çiçəyə yığdığı həmən yer var və həmən ağac quruyub artıq onun yerinə yeni ağaçlar çıxıb, amma həmən o təpə buradadır. Lövhə düzəldiblər burada və burada Bəxtiyar müəllim bizə həqiqətən də maraqlı açıqlamalar verdi. Burada gördüyümüz kimi 2 əl var. Biri böyük əldir, biri də balaca əldir. Bunun da mənası odur ki, böyük əl İsmailin Ügey Ana dediyi o həmən ananın əlidir. Balaca əl isə İsmailin, yəni ki Ceyhun Mirzəyevin əlidir. Yəni ki belə bir simvolik bir burada lövhə düzəldilib, gözəl bir təşəbbüsdür. Kinodakı 1958-ci ildə İsmailli rayonu Qalacıq kəndində əsas hissələri çəkilib. Kuşlar, kuşlar ne güzel okuyor. Beh, 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 ne güzel okuyor. Yaşlarımın sarı çiçekleri
Biz dağın partladığı yerdəyik. Bu təpə də sizə tanış gələr. Burada halbuki İsmail yıxılır, öz bacısına itburnu çəyə gətirmək üçün bu dağa gəlir və həmən vaxtda səhər tezdən bu dağ partladılır. Çünki bura yol çəkilirdi. Həqiqətən də bura yol çəkilirdi. Çünki bura əvvəl Bəxtiyar müəllim dediyinə görə dar yollar olub. At arabası yolu, öküz arabası yolu olub. 1958-ci ildə həqiqətən də bu kino çəkilən müddətdə burada bu dağ partladılır, bu yol çəkilir. Burada gördüyümüz həmən o məşhur təpədir. Halbuki İsmail elə mənim durduğum yerdə gəlir, itburnu çəyin buradan səhər tezdən, sübh tezdən, şehli dərəndə və həmən vaxtı dağ partladılır və İsmail buradan yıxılır. O yıxılmaqdakı həqiqətən də filmdə dönüş nöqtəsi olur. İsmailin buradan yıxılması və gəlir sonda nifrət elədiyi ögey anası ilə barışır, öz doğma anası bilir. Günlər keçəcək, aylar keçəcək, illər keçəcək. Bu kəndə çox turistlər gələcək və gələn hər turistə əsasən yerli turistlərdən söhbət gedir və fikrində və zehnində qalacaq ki, həqiqətən də bu kənddə ögey ana kimi dövrünün şax əsəri bir film çəkilib və kəndə gələn insanlar da həmən o İsmaili, o ögey ananı, o atanı daimi olaraq xatırlayacaq. Bəs deyirdin yol çəkməyə gedəcəkdin, bəs nə oldu sənin arzun ay İsmail? O kinonun çox gözəl musiqiləri var. Zaman keçdikcə bu musiqilər insanların dilindən, dildən dilə keçərək geniş şəkildə yayılıb. Həmən illər, həmən o kino çəkildiyi bu yerlər, həmən illər çox maraqlılardır. Kəndə necə deyirlər, kino çəkənlər gəlib. Bəli, bəli. Kənd maraqlı olardı, aktyorları burada görməyə. Ben elə bizim küçədən çıxanda o vaxtda gəl belə deyək də stilin adamlar deyirdik də o tumanları buradan olan. O kənd adamlarında yox idi, geyim yox idi. Ona başqa cür baxardılar o vaxtı. Bəli. Bu Nəcibə Məlikova da bizim məhəllədən keçəndə biz də mən 8 yaşlı uşağım da o vaxtda. Bu nə tər oldusa asfalt yox, bir şey yox, daş yoldu da. Bu yıxıldı küçədə. Yıxılanda bunun dizləri dəydiyi yerə dizindən qan gəlir. Əlindən qan gəlir. Məhəllə qadınları gəldi, bunu bağladı, zad elədi. Ancaq özü də ağlayır. Dedi, ağlama da, kənd yerində, nə olsun? Sən şəhərdə vərdiş olmuşsan, düz yerdə kəsməyə. Ancaq Onlar burada çox qaldılar. Filmin çəkişləri nə qədər davam elədi? 57-ci ildə başladı, 58-də də qutardı kino. Sonra o ekranlara verildi. Bir il. Bir il çəkişlər davam elədi. Rahat. Onlarla bağlı. Sonra məsəl üçün o ki körpü qoyub oradan həkim kimi gedir. O yaylağa gedən vaxtda. Yuxarıda stansiya var, azad var idi. Körpü vardı. Oradan suyun səviyyəsini ölçürdü. Hava haqqında məlumat vermək üçün. Oradan məsəl üçün bizdə şabaldıq ağaclayırlar. Çaylaqda qoyublar zat. Uğraşdırıblar bu bacarını. Motor. Bəli, bəli. Ondan suyu. Suyunu. Onunla suyu vururlar yuxarı. Güya yağış yağar, yalan. Evdə maket olub deyəsən, həməni? Maket olub, evləri quraşdırırdı. Çəkili. Həmən İsmailin evi. Da, o maketləri yığırdı belə. Yəni bizim üçün maraqlı şeylər idi, kənd cəmaatı üçün lap maraqlı olardı. Çox maraqlı görməmişik yerləri şeyləri. Həm də canlı əfsanələr idi, Nəsibə Zeynalova, Ceyhun Mirzəyev. Seçmə. Bəli. Seçmə artistlər idi onlar, çox. O kinonun özündə də bizim cəmaatdan çoxdur. Yəni mənim tanıdığım şeylər hələ ola bilər xətrimdən də çıxıb, ancaq gördüyüm şeyləri olsa deyirəm ki, bu filan kəsdir, bu filan kəsdir. İsmail evdən küsüb yaylağa gedir. O yaylaqlar da bu kəndlərdə oldu da yuxarı. Bu kəndə yuxarı yaylaqlardır. Qara Süleyman, Səngər. Ferma təsərrüfatları oldu da həmən kimi. Bəli, orada olublar onlar. Mehribançılıq çox idi o vaxt, bilirsiniz. Gediş, gəliş, bir-birini istəmək, saymaq. İnsanlar artıq demək olar ki, bir-birinə yaddaşırlar. Adam görürsən küçə ilə gedirdi, atla zadla. Ağsaqqallar vardı yolda, eləmi? O ağsaqqalı görəndə atın üstündən düşərdi.
düşüb piyada gedərdi ki, Hətta hə, yəni mən sənə hörmət elədim. yuxarıdan baxmıram, ha, sən mənim ağsaqqalımsan. Hörmət əlaməti olaraq. Hörmət əlaməti özü piyada gedirdi. Onlardan uzaqlaşandan saatı minib çıxıb gedərdi. Kəndin də saflığı, gözəlliyi o idi də, adət-ənənləri ilə, Bəli, bəli. böyüyə kiçik hörməti ilə. Elə də odur. Balaca kəndin gəzirik, çox maraqlı kənddir. Bəxtiyar müəllimdən artıq 1 saata yaxındır ki, biz həm söhbət oluruq. Bizə çox maraqlı faktlardan danışır. Siz də xoş gəlmisiniz, səfa gətirmisiniz. Çox məmnunuq ki, televiziya işçiləri bizim kəndimizə gəlib çəkiliş edirlər. Çox sağ ol. Əmrullah əmi, deməli burada biz dolma görürük. Bayaq xanım da bizə onun açıqlamasını verdi. Sizin Ləzgi mətbəxində ən çox bişirilən yeməklər hansılardır? Bizim mətbəximiz demək olar lap zəngindir. Burada bizdə məsəl üçün yarpaq dolması, kələm dolması, bozbaş, ət bozbaşı, ondan sonra aş, plov da deyirlər, aş da deyirlər. Bəli. Ondan sonra qutab var, nə bilim mən. Ha, elə yeyə gəlmişəm, qutab var burada. Nə onu baxaq. Qutab bir neçə cürə olur. O göy qutabı da olur, ət qutabı da olur. Bu göy qutabıdır. Bu elə bir ki, öz kəndinizə yetişdirilən, yetişən Bəli, göylərdir də bu. bunlar göyərtilər bizim kəndimizin özündə yetişir. Gözəldir, təbiidir, kübrəsiz, zadsız, təbii. Hübdə olmasa dedikləri kimi var yoxsa yox? Heç indi dadına baxacaq, siz də baxın, bir dənə dadına zəhmət olmasa. Həqiqətən dadlıdır. Nətər? Dadlıdır, çox dadlıdır. Hə, əladır. Yox, bəs eləyir, çox sağ ol. Deməli bir də bu dolmadır. Bəli, Fıstıq yarpağından bayaq dediyimiz kimi. bəli, fıstıq yarpağı da çox incə olur. Onun dərilmə vaxtı var. Öz mövsümündə dəriləndə lap yaxşı olur. Bu da elə görülür, öz mövsümündə dərilir. Bəli. Üzüm yarpağından da istifadə edirsiniz də dolmada, düzdür? Bəli, üzüm yarpağından da Amma bu istifadə dadlı edilir. gəlir sizə. Bu həm ondan incə əmələ Bəli. incə görünür, həm də dadlı görünür. Həm də ətin dadını hiss eləyə bilirsiniz, sıxmır əti, düzdür? Bəli, bəli. Sizin kənd ağzın dadını bilir. Çünki burada bu cür yeməklər, bu gözəlli yeməklər bişirilir. Heç nə, ataların belə bir sözü var, sizin kənddə də yəqin ki olar. Deyə gördüyün yemək, Daha nə demək? bəli, deməli sizdə də var. Bəli, Bəli, indi hər bizdə yerdə yemək varsa, nuş eləyək. Və əziz tamaşaçılar, Qalacıq kəndinin hələ günün sonunacan buradayıq. Hələ gəzməyə davam eləyəcəyik. Bu da bizim Ləzgi mətbəxinə aid qədim şirniyyatımızdır. Ləzgi paxlavası deyirlər buna. Ləzgilərə özəl bir Ləzgilərə özəl şirniyyatdır. paxlava. İçində nə var bunun Bunun xanım? içində qoz, fındıq olur. Pəsox bir də. Qoz bu əslində yağda qızarır. Qızardıb sonra bunu bu belə quru yığıb xaladenikdə saxlamaq olur uzun Bildim, müddət. sonra qızardırsınız. Sonra bunu qızardıb və süfrəyə gələn qonağa verilir. təqdim Bəli, edirsiniz. bəli, bunu ləzgilərin mətbəxində. İçində nə oldu bir də deyin zəhmət Qoz, olursa? fındıq, bir də pəsox olur. Hə. Qoz, fındıq, bir də şəkər tozu olur. Bəli, bəli. Hə. Çox sevilir də bu kənddə bu. Hə, bu çox sevilir ləzgilərə məxsusdur. Bəli. Bura mənim babam yurdumdur. Yəni o vaxtdan bir əsrə yaxın bu evin tarixi var. Burada çox xatirələrim olub, elə əmilərim hamısı burada olub. Sonra hərəsi bir sənətin sahibi olub. Hərəsi bir yerdə özünə yurt qurub əmilərim. Burada qalası olmuşam, atam burada qalıb deyə. Bura bizim baba yurdumuz olub. Bir əsrə yaxın bu evin tarixi var. Hələ də qoruyub saxlamağa çalışırsınız. Bəli, bəli. Ona görə Bir də növ yadigardır bura sizə. bəli. Belə baxanda görürsünüz ki, əziz tamaşaçılar, bu evdə nə qədər xatirələr olub. Nə qədər insanlar yaşayıb burada. Bəli. Burada sevincli günlər olub, kədərli günlər olub. O xatirələrə görə bu evi saxlayıram, qoruyuram. Bacardığım kimi. Buna sizdə nə deyirlər? Şöbət deyirlər. Şöbən. Əsasən köhnə evlərdə var idi bu Bəli, bəli. şöbət. O vaxtı bu Bəli, evdə həm də şöbət. balkon var, Bəli. burada balkon deyirlər də bu. Bəli. Məcəri də olub bu. Deyə çox səsli küylü oldu bu evlərin dağılma. Bəli, bəli. Bu evlər o vaxtı səsli küylü. Babam o vaxtı yəni çox uşaqlı ailə olub. Bu evin də yəni o vaxtı o vaxta görə
artırıla gedib də, yəni. Bəli, külfət böyüdükcə Bəli, ev bəli. artıb. 9 uşağı olub. Əvvəllər 9 uşaq olublar. Bəli, Əvvəllər çox ailədə uşaq olurdu, külfət olurdu. Balaca evlərə sığırdılar. Bəli. Vaxt keçdi, balaca ailələr böyük evlərə sığmadı. Hə, o da düz. O da düz. Məsələn, deyirsiniz 9 uşaq olublar. İndi Bəli. 2 uşaq, 1 uşaq, məsələn. Amma bəzi böyük evlərdə də xoşbəxtçilik yoxdur. Amma əvvəllər necədir? Beləncə evlərdə xoşbəxtçilik var idi, təbiilik var idi. Bəli, düz deyirsiniz. Bəlkə də o günlər gözəl idi. Siz dədə yurdunda qalmısınız, da çıxa Bəli, bilmədiniz. bəli. Atam, babamın ən balaca oğlu deyənə bizdə indi el adəti olur. Bəli, balaca oğul qalmalıdır dədə yurdunda. Yurda qalır deyə mən də Bir növ yaxşıdır o, yoxsa məsələn karyera qurmaq üçün məsələn siz də gedə bilərsiniz. Yaxşı da demirəm, çox gözəldir. Çünki o xatirələrlə yaşayırsan. Bəzən o xatirələrlə bir çox ağla gəlməyən şeylər, o xatirələr düşündükcə Xüsusi hisslər var da insanda. Bəli, nəsə irəli peyda getmək olur. üçün sizə elə bil nətər deyim, tramplin olur, sizə güc verir, bilmirəm hansısa bir ilahi qüvvədir, yoxsa nətər, bəli, qalmağın mən belə hiss edirəm, mən belə görəm indi kimsə başqa cür nətər düşünür, onu deyə bilmərəm. Bəli, həqiqətən də məsəl üçün bir atanın 4 oğlu olur, 4-ü də çıxıb gedir kənddən, hərdən. Onlardan kənddə heç kəs qalmır əziz tamaşaçılar. Nə kənddə hüzur yerlərinə, nə xeyrə, nə şərə heç kəs qalmır gedir. Amma siz bugünkü burada qalmısınız, dədə yurdunda qalmısınız. Xeyirdə də iştirak edirsiniz, şərdə də iştirak edirsiniz. Bir növ nəsil olaraq o nəslin nümayəndəsiniz və deyirsiniz ki, biz hələ varıq. Bəli, ən əsası odur. Bəli. Amma adətən şəhərə gedəndə bəli çox gələ bilmirsən kəndə. Əlaqən kəsilir deyə bilmərəm, amma müəyyən indi nüanslar var ki, vaxtında gələ bilmirsən də kəndə gezi, ildə bir dəfə, 2 dəfə gəlirsən. Məsələn, gör kənddə nə qədər o xatirələr itib çıxıb gedir. Düz buyursunuz. Bəli, belədir. Əziz tamaşaçılar, yenə köhnə bir ev, yenə minlərlə xatirə, nostalji. Nə bilim, bu evlərdə həqiqətən də çox xatirələr olub. Müəllim də bizə deyir və müəllim deyir ki, mən bu xatirələri qoyub buradan çıxıb gedə bilmədim. Əlbəttə. Siz də deyirsiniz ki, şəhərlərə gedə bilərdim, böyük şəhərlərə gedə bilərdim. Olmuşam şəhərlərdə, çox olmuşam, ancaq yenə də bura məni çəkib gəlmişəm. Öz dədə yurdun tərk edib gedənlərə nə demək istəyirsən? Valla, getdikcə, müasirliyə getdikcə fikirlər ayrı, düşüncələr ayrı. Mən nə deyə bilərəm? Mənim fikrim budur ki, mən qayıtmışam, mən onu da bilməmişəm. Şəhərdə də olmuşam, bir çox yerlərdə olmuşam. Mən qayıtmışam, yəni karyeramdır, işimdir, gələcəyim uğrunda hər bir nə isə eləmək istəmişəmsə, eləmişəm də. Bundan sonra da indi ideyalarım üzrə çalışacağam, vuruşacağam, burada eləmək. Mənə Qalacaqda. Bəli, burada Qalacaq siz üçün nə qədər əzizdir? Çox. Mənim üçün çox. Qalacağı sevirsiniz. Qalacaq mənim hər şeyim. Bax bunu ağızdan vururlar ki, bu xarpını sadəcə qulaq atır, o itiləmir. Bunu büyük düz vurursan ki, rahatsızlıq da səhəli əlində tutursan özü kesir. Mən indi bunu vuracağım, buradan kəsəcəm, görək nə tər olacaq. İndi motorla biçilir. Ha, o sənə o motor biçən heyvan yemir, o belə doğrayır atır ya. Bunun, otun icadı budur. Motor, İndi can da motor deyir. Can da lazımdır da, can lazımdır. Yox, buna can lazımdır. Bunu yaxşı döyürsən, ona can lazım deyə o ağsaqqal müəllimlər bilir. Onların babaları da, bu motorlar lagondadır. Lagonda onunla olmur. O yatmış ot olur, onu biçmir. Gəncçi, saat 5-də durmalıdır. Ota getməlidir. Nə bilim, iş adamıysa 9-da işdə olmalıdır. Ona görə tənbəl adamın, nə demək, tənbəl adamın nə malı olmur, nə onun çörəyi olmur. Ancaq gəncçi 5-də durmalıdır. Axşam da 10-da yatmalıdır ki, səhər 5-ə dursun. Ruzu da onda paylanır ha, səhər-səhər. Ruzu səhər 5-də o əzən var, 4:45-də. O namaza çağırır Allah. Bəli. O vaxtda qapılar açıq olmalıdır ki,
Eğer kapı bağlısa başkasının kapısına gidecek. Yani bunu ilahi onu indi bilmirəm siz ne kadar bilirsinizse bu Kur'an'da öyle şeyler var ki biz onlara emel etmeliyiz. Mecburiyettir o. O bize Allah Teala 24 saati verip onun 10 dakikasını zikir eləməlisən. Zikir. O hamdi müəllim də bilir. O indi bəzi zamanlar müəllim daha yaxşı bilir. Həyat 5 mərhələdən ibarətdir. Biz bu saat mübarizə həyatında, imtahan həyatındayıq. İşləməliyik. Nə bilim qonşu ilə münasibətimiz yaxşı olmalıdır. Sonra nə demək? Həyatı bir də Allaha ibadət, zikr eləmək, Allahı xatırlamaq o hər bir müsəlmanın ömrdə vacib borcudur. Hamını mən deyirəm ki, nə bilim, mən də olmuşam, qonaq qaralı adam olmuşam. Qarmon oraya get. Ancaq nə bilim, indi nə bilim 3 il yarımdır. Həm namaz qılıram, həm işimi görürəm. Allah qəbul etsin Kamran əmi. Sağ ol. Deməli kənd çox xoşunuza gəlir. Qalacığı çox istəyirsiniz, düzdür? O yoldaşım deyir ki, inəksiz mən bu kənddə yaşamıram. İnək olmasa mən Drayına gidirik. Yarım saata pastanın gözü bu tərəfdədir ki, maşın tezdə bərsin ki, kəndə geçsin. Deməli kənd işlərini çox İndi sevirsiniz. kənd yaxşıdır. Şəhərdən nə var? Taza. İndi özünüz şəhərə gedirsiniz ha hərdən. İldə bir dəfə. Orada qalma. Yox, mən Şamaxıya çatana kimi ürəyim partlayır. Bura. Bura. Deməli burada doğulmusunuz, siz bura məxsussunuz, düzdür? Bura. Ayıb deyil kənd. Qardaş, işləyirsən, şorun olacaq, yağın olacaq, pendirin olacaq. İşləməkdən asılıdır. İndiki əsrdə işləsən, qazanmaq olur, yaşamaq olur, düzdür? Da yaşamaq deyəndə nə deyir? Bir çörəkdir kəndçinin, odundur, otdur. Bu üçü oldu mu? Qışı sən üzə yola verirsən də. 5-də yox. 4-15-də dururam. Əl yaxama, nə bilim, üzü. Beşə işləmiş mən durur. buna xart vurmayacağım, xart vurmayacağım. Bax, burada bu qədər qarış ot var da. Düzdür, neçə santimetr olar o? Bu nə bilim 1 santim olar da. Baba, bunu götür. Baba, heç mən güc vermirəm. Xart vurmamışam, vallahi xart vurmamışam. Baba, görürsən? Güc də vermirəm. Bax, güc də vermirəm. Baba. O otun hardasa uzunluğu bir 4-5 santim olmaz. Baba öz şeyiyle çekirim. Baba ot motor kesmir. O siz diyen bayağı o lagon da var. Ondan ben lagon da yiyeceğim. O kesmir onu. Allah ömür versin Kamran əmi sizə. Budur həyat. Bura Ləzgilərin kəndidir. İsmailli rayonu Qalacıq kəndi. El obanın oxuyan bülbülüsən, məclislərin bəzəyisən, gülüsən. Aşıq qardaş, sən sazını kökləsən, qoşuma qoşub gözəl dastan söyləsən, deyərəm ki, dünya qədər varım var. Bir şeirdə Hacı Cəlal Hurvalizay can yazaz. Can yazaz raxana nurrun cileriz. Can yazaz aqolrun piçik ileriz. Temenrun aqollu beleder avadi derin bu bayrın çimiğleriz. Can yazaz qalhana çıkın nikeriz. Can yazaz atirrun viriç veriz.